Salam olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar. Alın yazısı ilə bağlı bir qədər danışmaq istəyirəm. Hansı ki, Allahımız Quranda buyurur ki, Lövh-ü Məhfuzda bunlar əvvəldən qeyd edilib, qeyd olunmuş şeylər var. Yəni ki, başımıza gələcək hər bir şeyi, nə kəsb edəcək, Allah hamısını əvvəldən bilir. Pisliklər, yaxşılıqlar hamısı İlyunda, siccində yazılıb. İndi baxaq, ayələrdən var. Ayələr izah edir. Allahımız çox açıq, aşkar, hamısını aydın bildirir. Mən qıssa deyim, qıssa. Tərtib etmişəm, necə deyim, konspektdə. Mən yenə də deyirəm, alın yazısı yoxdur. Alın yazısı yoxdur. Ancaq hər şeydən uca Allah xeyir də yaradıb, şər də. Bizi sınağa çəkdiyində bizə ağıl, iradə azadlığı, kitab, yəni Quran, bizim qövmümüz, Peyğəmbərimizin qövmümüz üçün Quran kitabı, Muhammed Peyğəmbər bizim Peyğəmbərimizdir. Bütün Peyğəmbərlərin də hamısını eyni sevməliyik. Peyğəmbərlər və s. verir. Vicdan, fitrətimizə uyğun insanı yaradarkən yaradır. Allah hər bir kəsi müsəlman olaraq yaradıb. Biz insanlara öz etdiklərimizin və əvəzi veriləcək, bizə edilənlər, başqaları tərəfindən bizə edilənlərin də hamısında əvəzi veriləcək. Ona görə də belə Allahın təsdiqləməsidir deyə anlaşılır ki, Allah dünyanı yaradarkən hər şeyə bir ölçü qoyub, müddət qoyub, vaxt təyin eləyib, hədd qoyub və nizam-intizam üzərində yaradıb dünyanı Allahımız. Heç bir zərrə qədər də olsun belə bir şey, Allah elə bir şey yox ki, Allah bilməsin və Allah bizə zərrə qədər belə pislik toxundurmur. Lakin bizə gələn pisliklər ətrafın və öz əllərimizlə etdiklərimizin ucbatındandır. Çoxunu da Allah bağışlayır. Günahlarımızın çoxunu Allah bağışlayır. Ona görə də Allah başqalarının ya da bizim pisliklərimizin həyata keçməsinə ona görə Allahımız icazə verir ki, yəni Allah təsdiqləyir və təsdiqləməsi olmaz da, bilir Allah bir şeyi təsdiqləməsi olmaz. İcazə verir ki, hərə öz əməlinin gürovu olduğu ilə şaxələnsin. Və 54-cü surənin 4-cü 5-ci ayələri açıqlayır ki, Qurandan üz çevirənlər xeyir tapmayacaqlar, çünki onlar daha çox pisliklər törədirlər. Həmçinin bilirik ki, Allah heç kəsi çəkə biləcəyindən artıq yük yükləmir deyə. Məsəl üçün, mən indi deyərəm sizə, bunu axırda deyəcəyim bir şey var və Allah heç kəsi çəkə biləcəyindən artıq yükləmir. Elə məqam olur ki, Allah gücü çata bilməyəni xilas edir, başqa tərəfə çəkir, yaxud öldürür və insanlar da bunu əsas bilirlər, götürərək deyirlər ki, alın yazısı var, alın yazısı uydururlar. Axırda deyəcəm bir şeyi, indi qulaq asaq bir dəqiqə ki, alın yazısı ilə bağlı belə bir şey var ki, məsəl üçün, alın yazısı yoxdur, amma bu ayəni məsəl üçün deyirlər ki, Uca Allah buyurur ki, Quranda yəni bizə yetən yaxşılıq da, pislik də Allahdandır. Pisliyə bulaşmağa səbəb isə özümüzük. Sonra buyurur ki, yaradanımız ki, bizi yaradan, sonra qan qohum edən və sonradan da qohum edən də Allahdır. Allahın izni olmadan bir yarpaq bir yerə düşməz. Allahımız elə tərcümə də var, buyururlar ki, Allah yerə düşən hər yarpaqdan xəbərdardır. Allah bizə halal və haramı anladır
Furqan surəsində 25-ci surənin 54-cü ayəsində oxuyuruq ki, İnsanları dəyərsiz sudan, nütfədən yaradır, onları bir-biri ilə qohum edir, qan qohumu və sonradan qohum edən odur. Rəbbimiz hər şeyə qadirdir. Mən indi xülasəsini deyəcəm, vacibdir, istəyənlər qulaq assın. Allah Quranda Ənam surəsi 38-də buyurur ki, biz heç bir şeyi nəzərdən qaçırtmadıq. Bəqərədə 221-ci və Nur surəsi 3-də də kiminlə evlənmək haramdır, kimlə ailə qurmaq, hansı hallarda boşanmaq lazımdır, haqda bildiribdir. Deməli, Allahımız kiminlə evlənmək lazımdır, kimlə kim evlənməlidir, kim kimə halaldır, hansı hallarda boşanmaq lazımdır bildirib dediyim ayələrdə. Hər şeyin bir ölçüsü, müddəti vardır deyə buyuran Allahımız qeyd edir ki, dünyanı yaradarkən nizam-intizamlı sistem üzrə qurubdur dünyanı. 65-ci surənin 3-cü ayəsi. İndi başlayaq, mən öz fikrimi deyim. Bir şey var ki, qismət deyil, adlanmır ki, Allah elədi, qismət deyil, Allah qismət elədi, deyil. Allah təsdiqlədi və o oldu. Allah təsdiqləyir və o olur. Yerinə yetdi demək lazımdır əslində. Allah qismət elədi, yəni Allah təsdiqlədi. Fikir verin, Allah etmədi. Biz etdiklərimizi iradə azadlığımızla təsdiqləyir, Allah təsdiqləyir və nələrsə baş verir. Uca Allah buyurur ki, yer üzündə baş verən və bizim başımıza gələn elə bir müsibət yoxdur ki, onu yaratmamışdan əvvəl yazıda, yəni müəyyən edilmiş, yəni lövh-i məhfuzda, yazıda, yəni olmasın. Bunlar şübhəsiz ki, Allah üçün çox asandır. Əvvəlcədən müəyyənləşdirilmiş yazılar o deyil ki, indi mən əsasa keçir. Hamısı əsaslı, yəni bir qədər fikirlərim idi, indi xülasələşdirirəm. Əvvəlcədən müəyyənləşdirilmiş yazılar o deyil ki, mənim başıma bu, sənin başına o gələcəkdir. Məncə, məna dünyanın yaranması və orada baş verə biləcək hər şey adı ilə kiminsə başına gəlməli olanlar yox. Yəni ki, mənim başıma bu gələcək, sənin başına o yox. Hər şey, yəni insanların, heyvanların, bitkilərin, yer üzərində olan daşın, nəyin, hamısının başına nə gələcəksə, Allahımız nizam-intizamlı quruluşa əsasən yaratdığı bu dünyada onları əvvəldən təyin edibdir, əvvəlcədən müəyyənləşdiribdir. Yəni dünyada xeyirlərin də, şərlərin də ölçüsü, xeyrin də, xeyirlərin də, şərlərin də ölçüsü, forması, təsiri Allah tərəfindən əvvəlcədən lövh-i məhfuz yazısında qeyd olunub. Anladınızmı? Bağışlayın məni. Anlayan adamlarsınız, ancaq ki, anlamamaq burada ola bilər ki, mən tez-tez dedim. Allahımız buyurur ki, yenə təkrarla, elə bir müsibət yoxdur ki, başınıza gələn elə bir müsibət yoxdur ki, Allahımız buyurur ki, onu yaratmamışdan əvvəl o yazıda müəyyən olunmasın. O da lövh-i məhfuz yazısında dünyada xeyirlərin və şərlərin, yəni İlyon və Siccində yazılan xeyir və şərlərin forması Allah tərəfindən əvvəlcədən deməli, forması, ölçüsü, təsiri, müddəti, bunlar hamısı əvvəlcədən lövh-i məhfuz yazısında qeyd olunub. Kim xeyirdən və şərdən nə pay istəyərsə, ona o qədər də qismət olar. Çoxumuzda Allah qoruyur. Allah bilir. Kim nə, indi lap da qutarım, əsas yerə çatdıq. Kim nəyə meyl edərsə, lövh-i məhfuz yazılarında kim nəyə meyl edərsə, lövh-i məhfuz yazılarında onun aqibəti, yəni olacaqlar qeyd olunub.
Belə ki, kimin yaxud nəyin, kimə yaxud nəyə, necə və nə üçün yaxınlaşdığında nələrin baş verəcəyini Uca Allah dünyanı yaradarkən lövh-i məhfuzda yazıb. Odur ki, bilməliyik ki, dünya nizam-intizamlı bir sistem üzrə qurulub və bu sistemdə hər şey bir ölçü, müddətə bağlıdır. Yaradılanların da bu ölçülərdən və təyin olunmuş müddətlərdən asılılığı vardır. Aydın oldu mu? Yaradılmışların nizam-intizamlı, sistemli qurulan dünyada ölçü və müddətə bağlılığı vardır. Bu sistem hər sistemdə hər bir şey bir ölçü, müddətə bağlıdır. Yaradılanların da bu ölçülərdən və təyin olunmuş müddətlərdən asılılığı vardır. Mən bayaq onu demək istəyirdim ki, demək axırda deyəcəkdim dedim. Məsəl üçün belə hesab edək ki, dünyanı hesab edək ki, bir dünya ya kainat götürək, dünya götürək özümüzə görə. Dünya bir bankadır hesab edək. Onun içindəkilər, belə o bütöv banka və içindəkilər, məsələn götürək içində düyü var bankanın. Düyü olması 1000 dənə şey ataq ora. Orada olan hər şeydə hərəkətli təsəvvür edək. Düyü də yox, hərəkətli. Ya düyü götürək, təsəvvür ki, çalxalanır belə. O dünya, banka çalxalayır. O bankanın içində olan düyü və hər hansı bir şey, yəni ki, biz və yaxud hər hansı nələrsə, hara qədər gedəcək, nə çalxalanmadan asılı olaraq, öz sürətindən asılı olaraq, öz qüvvəsindən asılı olaraq, bankanın harasına qədər gedəcək və bankaya dəyib, geri qayıdacaq, yaxud o yanındakına dəyib, yəni digər düyüyə dəyib, geri qayıdacaq, yaxud tez keçəcək, onu da ötüb keçəcək. Bunların hamısı belə hesab eləyək ki, var. Yəni ki, biz və ətraf mühit, dünya. Və dünya çalxalanır, dünya bankanı götürək, çalxalanır və bu içindəkilərə də təsir edir çalxalanma, çalxalanma və içindəkilərin də öz surəti var, dayananlar da var. Hər bir şey, sözüm gəlir ki, hər bir şey necə ki, ölçüyə, müəyyən bir ölçüyə, müddətdən asılılığı var, hər bir şeyin müddətdən və ölçüdən asılılığı var və Allahımız da yerə düşən bir yarpağı da hər şeydə bilir. Asıllıq var və elə də olur ki, məsəl üçün, mən özümü götürüm, o dünyanın içində, yəni o bankanın içində belə deyək ki, düyü getdi, hər hansı bir şey. Tutaq ki, mıncıqlar atmışıq, cürbəcür mıncıqlar, yaxud hərəkət edən nələrsə atmışıq. Bu dünyanın içində olanlar, yəni gedib, bankanın nə qədər sürətlə geçsə də bankaya dəyib qayıdacaq da. Yəni ki, Allah heç kəs çəkə biləcəyindən artıq yükləmir və heç kəsə də icazə vermir ki, laf bildiyi qədər eləsin. Firavun bildiyi qədər elədisə də, sonra gördük nə oldu. Ən dəhşətlisi Firavun idi, onun kimləri də var indi. Yəni ki, gücü çata bilməyəcəyi məqamda, yaxud çox xod gedən zamanda Allah təsir edir. Yəni Allah dünyanı nizam-intizamla yaradıb, yəni belə deyək, bir banka və içindəkilər. Bu nizam-intizam deməkdir. Eləsi də var ki, sürətlə gedirdi, bilmərəkdən, ancaq Allah onu geri atdı, yəni onu xilas edir, yaxud düşür başqa bir şeyə, başqasının üstünə, başqa tərəfə çəkir və insanlar da bunu qismət adlandırırlar. O halda ki, getdi bankanın, yəni dünyanın elə bir nizam-intizamlı yerində ki, rastlaşdı ki, özü edəcəyini edə bilmədi, hansısa təsirə düşdü, yaxud cinlərin, yaxud mələklərin, Allahımızın yaratdığı bu sistemdə
öz təsirini, öz gücünün batdığını görüb, nəyinsə təsiri altında olduğunu, yaxud Allahımızın xilas etdiyini, yaxud öldürdüyünü görən adamlar, bilənlər deyirlər ki, bu insanlar bunu əsas bilərək götürürlər ki, alın yazısıdır. Deyirlər Allah belə yazdı. Bəli, Allahımız nizam intizamlı bir sistemdə dünyanı yaradıb, sistemlə dünyanı yaradıb və hər bir şeyin də dünyada yaranmışların da ölçüdən və bir də bunu oxuyum, gözəl idi. Mən bunu xülasəni bir də oxuyum. Kim nəyə meyl edərsə, lövh-i məhfuz yazılar. Meyl edərsə, iradə azadlığı var. Lövh-i məhfuz yazılarında onun aqibəti, yəni olacaqlar qeyd olunub. Belə ki, kimin, yaxud nəyin, kimə, yaxud nəyə, nə üçün yaxınlaşdığında, yaxud dayandığında, yaxınlaşmadığında nələrin baş verəcəyini Uca Allahımız dünyanı yaradarkən lövh-i məhfuzda yazıb, sistemdə, nizam-intizamlı sistemdə hər şey bir ölçü müddətə bağlıdır. Yaradılmışların da bu ölçülərdən və təyin olunmuş müddətlərdən asılılığı vardır. Amma bir şey də deyim, məsələn, deyirlər ki, bəs uşaqlar niyə, bundan qabaqçı videoda demişdim ki, yəni, uşaqlar niyə sağlam yox, xəstə doğulan uşaqlar olur. İnsanlar niyə müharibələrdə günahsız olaraq ziyan çəkirlər, Allah niyə qoyur? Maşın keçdi. Allah niyə qoyur deyirlər? Allahımız bizim günahlarımızın çoxunu bağışlayır, bizə iradə azadlığı, vicdan, ağıl verir, Peyğəmbər kitablar göndərir və bildirir ki, belə edin, öğüt nəsihət edir, hökmlər verir. Yaradan Allah qissələrdən də bizə nümunələr göstərir Peyğəmbərlərimizin həyatından, siddiqlərin həyatından. Ancaq biz onlara əməl etmədiyimiz üçün, fikir vermədiyimiz üçün dünyada müharibələr və elmsizlik, yəni oxumamağın ucbatından xəstə uşaqlar doğulur. Allah heç kəsi xəstə yaratmır. Allahın sağlam yaratdığı bir şeyə biz özümüz zülm edirik. Özümüz, öz əllərimizlə etdiyimizin ucbatından pis günə düşürük. Allah çoxunu da bağışlayır. Ancaq mən bir sual da var, deyirlər ki, bəs niyə görə peyğəmbərlər, siddiqlər, imamlar bu qədər əzab çəkiblər? Günahların ucbatından deyil, bəli. Ancaq onlar mənim kimi mütmani, qəlbimiz mütmanidir. Əzab çəkərkən də əzab bizə əzab kimi gəlmir. Şəxsən mən özüm çox əzab çəkmişəm. Əzab dözə bilməyəcəyim bir vaxtı, yəni mütmani olub qəlbim. Ancaq bu da Qurana söykənməyimin əsasında. Ancaq olur ki, dözə bilməyəcəyimdə Allah çıxış yolu göstərib, çıxış yolu verib. Ancaq insan ola bilər ki, dözməz, ölər, yaxud kiminsə əlində nəyəsə əzablara düşmüş vəziyyətdə ölərsə də, fikir verirsinizmi? Şəhidlərin çoxunun üzü gülür. Meyidin üzü gülür. Elə bu bəsdir, aydındır. Və belədir ki, insanlar Allahın kitabına uysalar, peyğəmbərlərin ardınca geçsələr, əbədi saadəti taparlar. Bu dünyada da, axirətdə də xoşbəxt olarlar. Əlbəttə ki, pisliklər var. Pislikləri törədənlər günahkarlar, pisliyə məruz qalanlar yox. Sağ olun, Allah'a əmanət.